Sumqayıtda dövlət məktəbəqədər müəssisələrində vəziyyət heç də ürək açan deyil. Mövcud vəziyyətdən hər kəs kimi şəhər rəhbərliyi də xəbərdardır. Qışda soyuq və şəraitsiz otaqlar, köhnə sınıq avadanlıqlar, valideynlərin də, elə müəllimlərin də qayğılarını artıran bağçalar məhz Sumqayıtda yerləşir. Əksər bağçalar da örtükləri istismar müddətini başa vurub. Belə bağçalardan biri də şəhər 18-ci mikrorayon ərazisində yerləşən 67 sayılı Cücələrim Körpələr Evi uşaq bağçasıdır. Hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıqları əsasında əksər bağçalar kimi burada da dam örtüyü yenilənir. Göründüyü kimi ustalar əzmlə çalışır ki, tapşırıq vaxtında yerinə yetirilsin və bağça qışa tam hazır olsun. Bağçanın dam örtüyünün dəyişdirilməsi sakinlərə, eləcə də körpə fidanlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmək olar. Sözü gedən 67 sayılı Cücələrim Körpələr Evi uşaq bağçasının müdiri Hürriyə Əhmədova bildirdi ki, burada şərait heç də yaxşı deyil. Bağça 1990-cı ildən fəaliyyət göstərsə də, lakin bugünə qədər bir dəfə də olsun təmir olunmayıb. Bağçanın dam örtüyü, döşəməsi pis gündə olub. Qış aylarında yağış yağarkən otaqlara su damcıları axır. Belə rütubətli yerdə uşaq saxlamağın mümkün olmadığını deyən bağça müdürü, şəhər rəhbərliyinin göstərişi əsasında 2400 kvadrat metr sahəsi olan dam örtüyünün təzələnməsi hər kəs kimi onu da sevindirib. Uşaqların soyuq olmaması üçün, üstünə yağış yağmaması üçün bu vaxtacan heç bir təmirə fikir verilməyib, olunmayıb bizim bağçada təmir. Amma indi çox sağ olsun icra başçısı diqqət yetirilir, bizə kömək eləyirlər. Xatırladaq ki, şəhər icra hakimiyyətində keçirilən müşavirədə bağçaların baxımsız, hətta bəzilərinin qəzalı vəziyyətdə olduğu vurğulanmışdı. İcra başçısı Zakir Fərəcov ilk olaraq bağçaların qışa hazırlıqla bağlı dam örtüklərinin dəyişdirilməsinin tez bir zamanda həyata keçirilməsini vacib hesab edərək göstəriş vermişdi. Artıq bu tapşırıq şəhər ərazisində uğurla həyata keçirilir. Gülər Quliyeva, Nizami Rəsulov, Elbrus İsmailov, Dünya TV.